Tanınmış nəğməkar şair Vüqar Əhməd saxlanılıb. Mansiyyat.az-ın əldə etdiyi xəbərə görə o səhər saatlarında işə gedərkən saxlanılıb. Vüqar Əhmədin niyə və hansı qurum tərəfindən saxlanıldığı məlum deyil. Onun şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. Bahid Əhmədin saxlanılması ilə bağlı xəbəri Mansiyyat.az-a çalışdığı Ameyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. Vüqar müəllim səhər saatlarında işə gələrkən tutulub. Hansı qurum tərəfindən saxlanıldığı haqda məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq. Vüqar Əhmədin saxlanılma xəbəri ilə bağlı qızı xanəndə Alma xanım Əhmədli açıqlama verib. O, Sitat.info-ya atasının saxlanılması xəbərinin yalan olduğunu bildirib. Yayılan xəbər yalandır, atam saxlanılmayıb. Bu xəbəri kimin yaydığını bilmirik. Bu barədə mətbuata özü ətraflı məlumat verəcək. Tanınmış nəğməkar şair Vüqar Əhməd haqqında yayılan saxlanılması ilə bağlı iddialara cavab verib. Bu haqda Oxu.az-a şairin özü məlumat verib. Vüqar Əhməd yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Yalan söhbətdir, xəstə olmuşam, telefonumu düzəltdirmişəm.